Demək, qardaş soruşur ki, cəmiyyət içində insanlar görürsən dindarlara, ibadət əhlinə, Peyğəmbər sallallahu aleyhi ve sellem'in sünnəsinin simasında tətbiq edən insanlara cürbəcür adlar qoyurlar. Vahabi kimi və s. bu kimi sözlərlə adlandırırlar. Yəni, bunun bir əsas səbəbi cəmiyyətin İslam barədə olan elmsizliyidir. Əgər cəmiyyət İslam barədə elmli olsalar, bu sözü deməzlər. Və həmçinin də buna səbəb İslama qarşı olan mübarizənin dalğalarıdır. Ola bilsin, hər hansı bir ölkənin siyasi ixtilafları olub, aralarında hətta müharibə baş verib, məsələn, Osmanlı dövləti ilə Saud qəbiləsi arasında və s. bu kimi hallar, hadisələr, yəni bunun qərəz götürüb, ümumi bütün müsəlmanları Vahabi adlandırmaq doğru deyildir. Uzaq başı demək olar ki, o vaxt baş verən o hadisə, məsələn, tarixdə çox hadisələr var ki, insanların və yaxud da bölgələrin adı ilə adlandırılıb. Aydındır, məsələn, falan yerə görə falan döyüşün adı, o adı verilib və s. Ola bilsin, o da məsələn deyə bilər ki, əgər deyilməyi icazə olsa, deyək ki, Vahabizm hərəkatı. Və ən uzağı bunu demək olar. O da ki, Osmanlı dövləti ilə Saudi Ərəbistanı arasında olan bir şeydir. Heç onda məsələn, Saudi Ərəbistan dövlət kimi yox idi. Yəni, bunu durub bütün lap deyək ki, onlar Vahabidir. Yaxşı, mən niyə Vahabi oluram ki? Mən burada yaşayıram, heç o müharibədə mənim izim tozum da yox idi. Desələr ki, yox, sən onların yolu ilə geçsən, deyirəm ki, gətir mənə subut elə görə, mən Saudiyanın yolu ilə gedirəm, yoxsa yox. Mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu ilə gedirəm. Gətir mənim sözümdə, əməlimdə, əxlaqımda, etiqadımda, əqidəmdə, imanımda elə bir şey göstər ki, 3 əsr bundan qabaq o yox idi, Muhammed ibn Abdülvahab gələndən sonra o şey yaranıb və bugün məndə o var. Bir dənə şey gətirib desinlər. Məsələn, desinlər ki, sən tək Allahlıqdan danışırsan ancaq. Ancaq tohid, tək Allah, ocaq olmaz, pir olmaz, şirk olmaz. Deyirəm ki, qardaş, Allah Teala 14 əsr bundan əvvəl Quran-ı Kərimi buna görə nazil edib. Və bundan da əvvəl bütün peyğəmbərlərin gəlişinə və bütün kitabların enməyinə səbəb bu olmuşdur ki, insanlar tək olan Allaha ibadət edib, tağutdan, şirkdən çəkinsinlər. Bunun harası Vahabizm oldu? Desələr ki, yox, onlar saqqal saxlayır, Vahabidir. Deyirəm, qardaş, saqqal Adəm əleyhissalamdan qalma bir şeydir. Saqqal bütün peyğəmbərlərin sünnəsi olub. Və nəinki peyğəmbərlərin, hətta namaz qılmayan, içki içən, müsəlman olmayan insanlar qədim devirdə saqqal saxlayırdılar. Hətta belə bir hadisə də baş verib, çarın vaxtında ki, saqqala vergi qoyublar və s. Bilirsiniz niyə görə olub bu şeylər? Vaxt olub, saqqalla mübarizə aparıblar, hicabla mübarizə aparıblar. Lakin burada məqsəd bilirsinizmi nə olub? Ali insanları aşağı insanlardan fərqləndirmək üçün istəmirdilər ki, hər yerindən qalxan da saqqal saxlasın. Qədimdə belə olub. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellemin devrində o vaxtı azad qadınlar bağlanırdı, qul qadınlar isə bağlanmırdı. Qul qadınların bir dəfə görürlər ki, biri başın bağlı, deyirlər, aç başını. Sən özünü niyə azad qadınlara oxşadırsan? Azad qadınlar başı bağlı olurdu. Yəni, bu günləri isə başı bağlı olan qadınlara qul kimi baxırlar, sanki başı açıq olan qadınlar hürriyyətdə olanlardır. Yəni, insanların fitrətini dəyişiblər. Yaxşı desələr ki, sən əli bağlı namaz qılırsan, sən Vahabisən, deyən, ay qardaş, birinci Saudiyədə yox, dünyanın hər yerində müsəlmanlar əli bağlı namaz qılırlar. İlla ki, İran, İraqın bir hissəsi və s. Desələr ki, sən 5 vaxt namaz qılırsan, deyilən, Allah Teala Quran-ı Kərimdə namazı 5 vaxt əmr eləyib. 3 əsr bundan qabaq Muhammed ibn Abdülvahab gətirməyib bunu. Desələr, qadınlarınızı örtürsünüz, bürüyürsünüz. Deyilən, bu Allah Teala'nın Quran-ı Kərimdə 1400 il bundan qabaq nazil etdiyi hicab ayələrində əmr olunub. Desələr, onlar toya gedmir, içki məclisinə gedmir, Vahabidirlər. Və yox da gəlsən qohumuğa, qardaşa deyirsən ki, mən üzr istəyirəm, sizin toya gələ bilməyəcəm, təbrik edirəm, Allah xoşbəxt deyir. Deyirsən də deyəsən Vahabisən. Deyən, qardaş, içki məclisinə getməmək haçandan Vahabilik olub. Peyğəmbər sallallahu aleyhi ve sellem içki məclislərin lənətləyib, içki içən, düzəldən, gətirən, satan, tapdalayan, əzən, əkən, içki için. Hamısı lənətlənib. Yəni, bunu, kimdir ki, bu 3 əsr bundan qabaq Saudiya dövləti gətirib?
Saud qəbiləsi gətirib, və yaxud da Muhammed ibn Abdülvahab gətirib. Bir şey gətirin. Desələr onlar balaqların biraz qısaldırlar, demək Vahabidirlər. Qardaş, balaq qısaltmaq barədə, indi sən bunu qəbul edərsən, elməzsən, öz işindir. Heç kəsə heç nəyə məcbur edə bilməz. İnsanlar hamısı azaddılar. Özün bil, istəyirsən sən uzun geyin, qısa geyin. Önəmi yoxdur bizsin. Lakin 1400 il bundan qabaq hədislər var Peyğəmbər sallallahu aleyhi ve sellem şərafətli ağzından çıxan. İmam Buxarinin, Müslimin və digər hədis kitablarında, hansı ki İslamın ilk devirlərində, İslamın hicrətin 2-ci, 3-cü əsrində, 4-cü əsrində yazılan kitablar var. O kitabların içində doludur bu hədislərlə. Haçandan bu vahabilik oldu. Bir şey gətirə bilməzlər. Vallahi ki, bu günləri şəxsən mənim özümü misal çəkirəm. Mənim həyatımda tətbiq etdiyim bir şey gətirib deyə bilməzlər ki, sənin etdiyin bu şey 3 əsr bundan qabaq yaranıb. Əvvəl yox idi bu İslamda. Və hazıram, meydan oxuyuram hər bir kəsə, gəlsin desin ki, bu əməl səndədir, əvvəl yox idi. Əgər bunu edə bilməyəcəklərsə, o zaman nə ixtiyarla müsəlmanlara iftira atırlar? Və qiyamət günü Allah Teala hər kəsdən, hər kəsin haqqını alıb qaytaracaqdır. Ən böyük günahlardan da biri iftira yaxmaqdır. Ləkələməkdir. Ləqəb qoşmaqdır. Və qiyamət günü, əziz qardaşlar, heyvanlar üzərində haqqı qalmayacaq, nəinki mükəlləf olan insanlar. Allah Teala buynuzsuz qoçu gətirəcək, hansı ki bu dünyada buynuzlu qoç vurub onun qarnını deşmişdir. Və ona buynuz qoyulacaq və qisasını alacaq o buynuzlu qoçdan. Bizim bu cür ədalətli dinimiz var. Misqalın zərrəsi qədər yaxşılığın mükafatı və misqalın zərrəsi qədər günahın cəzası gözlənilir sahibi üçün. Və əgər sən sübut eləyə bilmirsənsə ki, bu şey, bu əməl vahabilikdir, o zaman sus, ən azından tətbiq eləməsən də sus. Amma əslində üzərvə düşən nədir? Tabi olmaqdır. Kim deyir ki, mən müsəlmanam, müsəlman deməyinlə artıq bu insandan o meydana gəlir ki, bu Rəbb olaraq Allaha inanır. Din olaraq İslam'a, Nəbi olaraq Peyğəmbərə inanır, Muhammed sallallahu aleyhi ve sellem. Əgər bu şeylər səndə gerçəyi ilə varsa, sən Rəbb olaraq Allaha inanırsansa, ona ibadət edib, ona heç bir şey şərik qoşmamalısın. Din olaraq İslam'a inanırsansa, bu dinə təslim olub, bu dində varid olan vaciblərə əməl edib, qadağalardan uzaq durmalısan. Nəbi olaraq Peyğəmbərə, Muhammed sallallahu aleyhi ve sellemə iman gətirirsənsə, daha sadəcə salavatla qutarmırsan, iman gətirirsən gerçəkdən ki, bizim Peyğəmbərimiz, Nəbimiz, Rəsulumuz odur, o zaman onun sünnəsinə, onun həyat tərzinə bağlanıb, təslim olub, o necə yaşamışdırsa, necə ibadət etmişdirsə, o şəkildə də ibadət eləməlisən. Yox, bunu etmirsənsə, öz işindir. Qiyamət günü heç kəsin qəbrinə qoymayacaqlar. Heç kəs də heç kəsin günahını daşımayacaq və heç kəsin də heç kəsə faydası olmayacaqdır. Özün bilərsən. Amma susmaq məcburiyyətindəsən. Dindar olmaq məcburiyyətində deyilsən, lakin susmaq, dilinə sahib olmaq məcburiyyətindəsən ki, özün etməsən də heç olmasa başqalarının da günahların üzərinə toplamayasan. Peyğəmbər sallallahu aleyhi və səlləm soruşur ki, sahabələrlə, bilirsinizmi müflis kimdir? Deyirlər ki, bəli, malı dövləti əlindən çıxan adam artıq müflis sayılır ki, xeyr, həqiqətdə müflis odur ki, namaz qılsın, oruç tutsun, cihad eləsin və s. salih əməllər eləsin, qiyamət günü isə gətirilsin, desin ki, bunu söyüb, onu döyüb, onun haqqını tapdalayıb, ona ləqəb qoşub, ona iftira atıb və beləcə onun savabları alsın, buna verilsin, ona verilsin, digərinə verilsin və bu adam qalsın savabsız lüt və müflis budur və əgər bunun savabı qutararsa, hələ də haqqları ödəməyibsə, ondan sonra onların günahları buna yüklənir. Ondan sonra onların günahları yüklənir. Baxın, əməlləri getdi. Üstəlik insanlara qarşı olan zalimliyindən dolayı, günahkarlığından dolayı, haqqını tapdaladığından dolayı hələ onların günahlarını da bir üstünə yığır. Ondan sonra artıq həqiqi gerçəyi bir müflisə çevrilir. Və həqiqi müflis budur. Və Allah Teala bizləri qorusun belə həyat sürüb bu cürlə müflis olmaqdan qiyamət günü. Bu dünyada heç kim axıracan yaşamır. Bu dünyada əbədi heç kim yoxdur. Kullu nəfsin zəiqatul mevt. Hər bir nəfs ölümü dadacaqdır.
Və biz iman gətirmişik ki, Allaha həmd olsun, namaz qılanımız da, qılmayanımız da, oruç tutanımız da, tutmayanımız da, hamımız iman gətirmişik ki, bu dünyanın sonu var, qiyamət olacaq. Allah Teala hər kəsi sorğu suala çəkəcək, imtihan edəcək. Kim nə edibsə yaxşılıq onun mükafatını, günah onun cəzasını görəcək. Gəlin, nə qədər hələ möhlət dünyasındayıq, möhlət aləmindəyik, hələ bizlə möhlət arasında bərzəx səddi, ölüm səddi çəkilməyib, o zaman özümüzü islah eləyək, özümüzü düzəldək, tövbə edək. Çünki bugün tövbə bizdən qəbuldur, sabah isə qəbul olmayacaq. İslamın xəlifələrindən Peyğəmbər sallallahu aleyhi ve sellemin əmsi oğlu olan Ali ibn Abu Talib, hansı ki sağlığındayken 10 cənnətlə müjdələnən sahabələrdən də biridir. O buyurur ki, bu dünyada əməl var, lakin hesab yoxdur. Yəni insan əməl eləyir, nə ona cəzası var, nə mükafatı var. Lakin axirətdə isə cəza var, əməl yoxdur. Mükafat var, əməl yoxdur. Yəni o dünyada istəsən əməl eləmək istəyəsən, amma edə bilməyəsən. Lakin orada artıq ya cəza, ya mükafat gələcək. Və buyurur ki, bu dünya bir tarladır və onun biçimi isə axirətdə olacaqdır. Bu dünyada elə bir şey əkin ki, axirətdə yaxşı şey biçəsiniz. Kim bu dünyada gül əkirsə, axirətdə qanqal biçməyəcək. Və kim bu dünyada qanqal əkirsə, axirətdə gül biçməyəcək. Bu dünyada gül əkənin gül bağçası olacaq, qanqal əkənin isə qanqal bağçası olacaq qiyamət günü. Ona görə əziz qardaşlar, gəlin özümüzü islah edək, tövbə edək və özümüzü düzəldək və İslam dininə tabi olaq. Bu dini tətbiq eləyək. Sözsüz ki, hərə bacardığı qədər. Kim nəyi bacarırsa və İslam dini gözəllik dinidir. Allahın haqqın, Peyğəmbərin haqqın, valideynin haqqın, ailənin haqqın, uşağın haqqın, rəhbərin haqqın, hamının haqqın verir. Dinimizdə zərrə qədər heç kəsə zülm yoxdur. Və insan əsli xoşbəxtliyi onun dində olmasıdır. Hamının axtardığı gözəl həyatdır. İstər müsəlman, istər qeyri-müsəlman. İstər səmavi dinə tabi olan, istərsə heç dini olmayan, ateistlər, deistlər və s. bu kimilər. Hamı rahatçılıq axtarır. Lakin həqiqi rahatçılıq İslamdadır. Allah Teala buyurur ki, وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً. İstər kişi olsun, istər qadın olsun. O kəs ki, mömin olduğu halda salih əməllər edər, ona gözəl bir həyat bəxş edərik. Xoşbəxtçilik iman gətirib salih əməl etməkdədir. Və bədbəxtçilik isə Allahın zikrindən uzaq durmaqdadır ki, Uca Allah buyurur ki, وَمَنْ أَعْرَدَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً دَنْكَ. Kim mənə ibadətdən üst çevirərsə, ona sıxıcı bir həyat verərik. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Və onu qiyamət günü kör olaraq həşr edərik. قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى لَقَدْ كُنْتُ بَصِيرًا. Deyəcək ki, ey Rəbbim, məni niyə kör həşr etdin? Mən dünyadayken görürdüm. قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتِهَا وَنَسِيتَهَا كَذَٰلِكَ الْيَوْمَ تُنْسَى. Dünyadayken bizim ayətlərimiz sənə gələndə sən özünü körluğa qoydun. Ona görə də bu dünyada, burada da, qiyamətdə də kör olaraq həşr olunursan ki, cəza əməlin cinsindəndir. Kim nə edirsə onun mükafatını görəcək. Bu dünyada salih əməl edən xoşbəxt olur, axirətə də öz xoşbəxtliyin aparır. Bu dünyada Allahın zikrindən uzaq duran bədbəxt olur, sıxıcı dar həyatda yaşayır və bu dar həyatı özü ilə də aparır. Hələ başlayanda qiyamət günündən kör olaraq həşr olur, sonra da Allah qorusun, nə qədər ona artıq çətinliklər gözləyir, əzablar gözləyir. Və Allah Teala bizi islah eləsin, bizi tövbəkar qullarından eləsin, bizə haqqı haqq olaraq göstərib haqqa tabi olan qullarından etsin. Bizlərə batili batil olaraq göstərib batildən uzaq duran qullarından etsin. Və Allah Teala ölkəmizə, xalqımıza sülh, əmin-amanlıq, sabitlik nəsib eləsin. Və yer üzündə nə qədər əziyyət çəkən müsəlman qardaş bacılarımız var, onlara fərac versin. Və yer üzündə nə qədər kafir tapdağı altında olan müsəlman torpaqları varsa, hamısını azad eləsin, eləcə də bizim torpaqlarımızı. Və Allah Teala bizlərə hidayət versin və bizlərin əli ilə, dili ilə, əxlaqı ilə də başqalarına hidayət versin. Əqulu mə təsma'un, əstəğfirullaha li və ləkum və əxru dəvana ənilhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.